idarəçilikdə bəzən o gender stereotipi burada özünü göstərir. Kişi zəkası, kişi ağlı ön plana çəkilir, kişi cəsarəti, kişi hiyləgərliyi ön plana çəkilir və deyir ki, tamam, kişi idarəçi olmalıdır. Bu həm sosial sferada belə olmalıdır, həm evdə bu cür olmalıdır. Mənim şəxsi qənaətim budur ki, burada cins faktoruna biz ilişib qalmamalıyıq. Yəni, kişilik və qadınlıq, dişilik və erkəklik bunlar fizioloji göstəricilərdir. Bunlar insan ağlının, insan ruhiyyəsinin, insan mənəviyyatının, insan təcrübəsinin əlaməti deyil. Burada cinsin ötəsinə keçmək lazımdır, fiziologiyanın ötəsinə. Daha çox intellektə fokuslanmaq lazımdır. Yəni, məsələn deyirəm, evdə kimin sözü keçməlidir? Kişinin yoxsa qadının? Evdə ağıllı insan sözü keçməlidir. Bu kişi olsa kişi sözü keçsin, qadın olsa qadının sözü keçsin. Bəzi vaxtlarda da məşvərət olmalıdır.